Qulaq asıl cəmaət, biz danışaq rəvayət. Uşaq durub neynədi? Arteta belə söylədi. Səni finalda görənlər özləri öz işlərini bilərlər. Bu mənasız girişdən sonra var arxasının daha bir mənasız və heç kimə lazım olmayan buraxılışında sizinlə birlikdəyik. Fərman Bavariyanın bütün sirlərini ortaya qoymuş şəxs Abdul formasından da hiss olunur ki Real Madrid yarı finalda olsaydı onlar da bir poxa dərman olmayacaqdı. Özünü Abdula oxşatmaq istəyən amma daha acınacaqlı Juventus fanatı olan Elvin və Carlo Ancelotti Neymarı dünya çempionatına çağırır. Var arxasındayıq və biz bu günləri hər 4 hətta deyərdim yarı final haqqında danışacağıq. Nə baş verdi ki, nə oldu ki biz Arsenalı finalda görmək şansını əldə etdik və nəyə görə Bavariya artıq Bavariya deyil. Salam uşaqlar. Nə dərsiniz? Hər birinizə salam uşaqlar. Ümid edirəm işləriniz qaydasında da. Məsələ, əsas məsələ nədir? Seçimdir. Haramboldan danışaq yoxsa halalboldan? Nədən başlayaq? Haramboldan. Niyə Haramboldan başlayaq? Gəl ağırını eləyək. Birinci deyir o çox yemək yeyəndən sonra birinci o tualetə gəlsən, o biraz belə ağır gedir. Ondan sonra rahatlaşırsan. Cümləsində mübtədanı tapın. Ona görə məncə gələ vaxt itirmədən Arsenal evdə Atletico Madridi qəbul edirdi. Biraz belə mənəvi tərəfindən danışsaq, Simeone həqiqətən çox həvəsləndirdi bütün etiraz keçləri, çünki Atletico'nun keçləri yoxdur. Və bildirdi ki, bax bu Griezmann mətbuat konfransında oturdular Arsenal'la qarşılaşmadan əvvəl. Bax Griezmann bax, Çempionlar Liqasını qazanmalıyıq bu oğlana görə. Copa del Rey qazanmalıyıq bu oğlana görə. Adam gedir, son mövsümüdür, heç də qazanmayıb və gəlib axırda Arsenal'a belə möhtəşəm oyunu nümayiş etdi. Mənə görə yox, Griezmann'a görə. Yəni Arsenal uduzda, yəni. Təsəvvürlə. Yəni bu boyda həqiqətən razıyam o fikirlə ki, Barcelona nəyə görə udurdunuz? Buna görə. Birinci oyun okey, hardasa birinci oyunu... Hə, yox, düz deyirsən, bağışla. Onda gəl udmayaq, düz deyirsən. Yox, əgər bu performansla... Sənki sevgi olsaydı. Əgər bu performansla çıxış edəcəkdirsə, elə qalardı Barcelona Arsenal'a baxardıq da, yəni nəyəsə. Siz mənəvi cəhətdə fikrim budur. Sənin düz bir dəqiqəlik danışığından heç də başa düşmədiyim, amma yenə də gəlin ümumilikdə hər iki oyunu müzakirə edək. Həm ilk oyun, həm ikinci oyun. Bu cütlük nə vəd verirdi, nə oldu və yekunda bizi nə gözlədi? Sözün açığı oyuna baxanda birinci oyunda mən belə deyək, oyunlardan əvvəl demişdim ki, Arsenal topla daha çox oynayacaq. Atletico Madrid əsəblərimizlə oynayacaq. O 100%, hə. Əks hücumlarla başlayacaq. Birinci hissədə, birinci oyunda belə deyək, elə də oldu və penal qazanaraq o penal ki, hansı ki Atletico Madrid elə bilir ki, Barcelona oyunda verilmədi, burada da verilməyəcək. Amma bu dəfə təyin olundu. İkinci hissədə Atletico Madrid 1-1 və orada bir nüans yarandı ki, 2 dənə hücumu yadda qaldı. 90 dəqiqə komandanın belə deyək, 11 metrlik cərimə zərbəsindən başqa bir Lukman, bir də Griezmann zərbələri. Başqa mən Atletico Madriddə heç nə yadımda qalmadı. Bu Arsenalda yadda qaldı. Arsenalda azından bilirsən ki, Arsenal səfərdə gəlib, bir qolun vurub, hesab 1-1'dir. Öz evinə gedir 1-1 nəticə ilə və penal qazana bilərdi. Orada təyin olunmadı. Məncə, nə bilim, 50-50. Birinci oyunda o dediyin situasiyada, mənim maraqlıdır da, həmişə deyirlər 100%lik qol şansını qarşılamaq, son ümid. Orada da qırmızı niyə verilmədi ki, məsəl üçün? Götürüb köndü, yanında oyunçular var idi. Yox ya qardaşım, bir dənə qulaq as tut. Bu köndü, qapıçı ilə üzbözdə vura bilər. Artıq. Azərbaycan dedilər. Yazdım bəli. Artıq qapıçı ilə təkbətə idi və 100%lik qol şansıdırsa, buna foul olunursa bu 100%lik qol şansı deyil o. Onun yanında oyunçular var. Ümumiyyətlə mən belə başa düşürəm ki, biz play-off'u danışanda istər-istəmiz hakimlər haqqında ətraflı danışacağıq. Çox maraqlıdır ki, bu 4-də 1-dən başlayaraq elə 8-də 1-də də və əlbəttə ki, yarı finallarda elə bir ki, UEFA hakimlərinə bildirib ki, uşaqlar, bütün futbolçular onsuz da cəmaat tanıyır. Biz göz siz də tanısın da, yəni sizin sifətlərinizi tanısın ki, bu falan kəsdir, bu falan kəsdir, bu falan kəsdir. Evdəkiləri də tanıdım. Yox, o evdəkilər qoyaq bir qıraq. Hakimin arvadı gəzir. Çünki o qədər baldızı boşanım zaten. Çünki mənim yadıma deyir ki, son dəfə nə vaxt ardıcıl play-off maçlarında bu qədər ya hakim səhvi oldu, ya hakimlərin haqqında qərarları haqqında müzakirələr oldu. Sadəcə maraqlıdır ki, sırf Atletico Arsenal maçında, birinci maçda mən nə yalan deyim, hakim səhvi mənim yadıma deyil ki, olsun.
Yox, orada mən bir dənə harda deyəm şübhələndiyim bir an var idi ki, ikinci, üçüncü Futbol penal olsun epizodunda harda ki Arsenal penal təyin oldu, sonra vardan sonra ləğv elədi. Orada hardasa mən 50-nin 50-yə deyərdim bəlkəm də. Amma ki, məncə verməməlidir. Penal o da düzgün bir qərar idi. Mənə çox maraqlı məsələ bilsəm, Sərdən qulaq asaq. Yəni siz demək istəyirsiniz ki, Atletico ilə Arsenalın bərbad oyununu qoydu qırağa. Yəni hakimlər normal olsaydı hər şey yaxşı olacaqdı. Yəni mən onu izah eləmək istəyirəm də ki, Atletico Madrid birinci oyunda nə qədər də bərbad desək də, Atletico birinci oyunda əməlli başlı normal adına layiq futbol oynadı. Yaxşı oynadı həqiqətən də. Arsenal düzdür, imkan vermirdi heç cürə bunu eləməyə. Yəni meydanda futbolun fayrifi olmalı deyildi Arteta'nın fikrinə görə. Amma birinci oyunda necə oldu ki, Lukmanın 2 dənə epizodunda topu qapıdan keçə bilmədi məsələsi mənə çox maraqlı qalır hələ də. Çünki mənə elə gəlir ki, o epizodlardan ən azından biri qol olsaydı biz hal-hazırda finalda Atletico-nu görəcəkdik. Arsenal qəti sürətli o komanda deyildi. Digər tərəfdən isə 2 oyuna 3 top, bu 1. Və digər məsələ isə ondan ibarətdir ki, ikinci oyunda mən Diego Simeone'u anlamadım. Hansı ki, sən başladın, press konferansda qayıtdı ki, mətbuat konferansında zəhmət olmasa. Ki biz Griezmann üçün falan 5 məkan 1-0 hesabı ilə geridə olaraq Alvarez'la Griezmann meydandan çıxartdı ki, oynayın. Sonra Griezmann xəttinə çıxartdı da Griezmann. Sən belə meydanda uduzma. Söhbətimin də əvvəlində nə demək istəyirdi ki, bu onsuz da futbol göstərməyəcəkdilər. Somsa bu hakimlərin normalı olardı. Biz onu istəyərdik. Ki, həvəsləndirmə məsələsinə gəlsəm mənim ona tırqa verməyə gedir. Arsenala qarşı da mənim belə mənəvi problemlərim var. Niyə görə? Çünki sən ümumiyyətlə psixoloji problemlər var. Çünki onlar 4 yarım finalçılar arasında yalnız Arsenal həftə arası oyunlarda öz əsas heyətini çıxartdı. Okey, səbəb bəllidir ki, İngiltərə Premyer Liqasında çempion uğrunda mübarizə aparır və s. və laxır və Fulham udmaq lazım idi. Amma Fulhamla nümayiş etdirilən oyun, mən də hal-hazırda Fulhamla Atletico Madrid heç cür müqayisə etmək istəmirəm ki. Amma Atletico Madrid artıq çoxdan avtobus deyil və avtobus futbolunu təbliğ eləmir. Adamlar bu Çempionlar Liqasında 3 oradan çıxıb ala. Atletico faktiki də, çünki Çempionlar Liqasında 36 gol vurub 24 gol buraxan komanda mən avtobus futbolunu təbliğ edən komanda deyə bilmərəm. Mikroavtobus ola bilər. Mikro nəyəsə artıq inkişaf var da ünvanı. Plus hacın Vita. Mercedes Vita var. Diyan da, və eyni heyətlə Arsenal çıxır Atletico Madridə qarşı oynayır Fulhamdan sonra. Yenə də sən möhtəşəm, yəni hücum futbolunu gözləyirsən, amma yenə də Arteta necə deyirlər, zadni verdi necə olacaq Azərbaycanda ki, düzgün olsun. Eğer artı da ingilis dilində olur da elə bir şey. Orada hərfi deyir. Yaxşı, zadni olar. Arxa. Bunun başqa adı yoxdur qardaş. Adam zadni verdi. Çünki həqiqətən müdafiə xətti də, hücumçular hamısı bir dənə meydanda Declan Rice axtarırlar ki, gəl topu Declan Rice verək. Kimə Declan Rice? Məsələn, PD yox, Vitinha yox, Declan Rice. Bununla da hər şey bəlli. Nəysə. Mən çox maraqlıdır ki, bütün danışığı zamanı Arasa Tamerlana baxırdı ki, görüm mən nəsə səhv zad demirəm. Declan Rice məsələsində mən Tamerlana heç baxmıram. Tamerlan okey idi o cəhətdə. Atletico Madrid qalanda isə standart 4-4-2 söhbət cavab maçından gedirdi, amma hansı ki hücumda 4-5-1-ə dönürdü də. Alvarez Griezmann sağ cəhətdə oynayırdı. Yenə də 63 dəqiqədə mən də başa düşmədim oyun vaxtına görə Lukman çıxdı, Alvarez çıxdı meydandan, sonra Griezmann çıxdı. Griezmann belə başa düşdüm ki, onsuz da 60-dan sonra oynatmaq niyyətində deyil. Maksimum 60 dəqiqəyə oynadır, ya da ki 60-dan sonra meydana çıxardır. Amma Alvarez desin zədə alır. Yəni Simeone o qədər dəli deyir ki, meydanda olmayanda Lukman da neyinsə, onu da gavanda çıxardı. Bu Lukman məsələsində çatmadı mən niyə görə onu əvəz elədi, amma yekunda biz gördük ki, pressing etməyə çalışan Atletico'nun ikinci taymda bütün o pressing cəhdləri də öldü. Sadəcə sual yanır ki, hansı niyyətlə sən o əvəzləməyə mən başa düşürəm. Yəni Diego Simeone əgər həyatının oyuna çıxmışsa bu oyunda, yəni Alvarez meydanı Ajax tərk edirdi də, düzdür? Xərədə zətdə getmirdi ki. Yəni o əgər Ajax deyana bilirsə, Simeone onun suyunu çıxardıb sona kimi də oynadacaqdı. Bax mən də onu deyirəm də, suyunu çıxardacaqdı. Son şansını istifadə edəcəkdi, eləməli. Ola bilər də. İndi Tamerlan sözü olmasın, benim məlumatım aslında orada 10-cu piyasında nə göstərici var, bəlkə o mikro impulsu zadı. Orada bir dənə çatışmayan sizin sözünə qüvvət ki, doğrudan da sənin axırıncı ən vacib oyunundur da burada. Sən canını qoymalısan, fərqi yoxdur da. Tək ayaqla Alvarez olsa da oyunu oynamalı idi axıracan. Adətən məşqçi belə vəziyyətlərdə qorumalı da futbolçular. Bəlkə ağır olacaqdı sonrasında. Nə olsa sənin nəticə lazımdır.
Hələ nəticə lazım ona görə 80 milyon aldığımız Albarazda elə ki 1 il oynamasın. Yox, niyə 1 il Asla Ali oynamasın? Qazat gözləmirsən, Heç bir nə şey gözlədiyim bir gözləmirsən. şey Var Yəni yuxarı bir ay ama. Hə də sonra. Yəni onu deyirəm. O gün aktardı. Yaxşı La Ligada onsuz da çempionluğu oynaya bilmirsən də. İşte o Albarazda vurub öldürmək Xazanba eləmək. Niyə də yox? Qardaşım futbol oynamaqla vaxtdan xoşun boy Su olmaq. başım, kayıfda Sən çox mask eləmişsən, Mən 80 oyunçular. milyona oyunçu alıram. Biraz Hücum elə brat. İndi sən deyirsən ha indi zədələnib. Mən onu Yox, heç yerdə Sinan da oxumam. ondan sonra mən O qələt məcburi edir, zədələdim. o qələt edir. Məcburi zədələdim. Məcburi zədələdim ki, maz olmasın da bu meydan. Bu ayıb deyil bu məlumiyyətə. Qardaş, o oyunçunu almışam ki, mənə nəticə versin. Əgər Ələkbərin sözünə qüvvət aksiya çıxmırsa, Amma mənim sözümə qüvvət verməyinlə, Yox. yəni sən növbəti danışdığımız oyunda yəni yaxavı qusara bilməyəcəksən. Yox, Aynen siz deyirəm. qusara bilməyəcəksiniz. Yəni cəmləmə də Mən indi yəni heç yox, qəti yox, surətdə xeyri yağlamağın yoxdur. heç mənası yoxdur ya. xeyri yoxdur Hə, ya. başa. Mənim birdən burada, okey, mən hər şey başa oynamalıdır, Qızardı. əvəzləndi və s. Okey, bir sual. Orada niyə penal təyin edilməli ki? Saliba, O Simeon'un Simeone yıxıdan var. Oğlunu da belə Hə, oğlunu deyək. yıxdı. Əgər oyunçu sürətlə qaçsa Simeon oğlu gəzir. Simeon oğlunu yıxdılar. və bu oyunçu boş qapıya tuşlanıb zərbə endirmək istəyirsə, buna hər bir toxunuş məncə cərimə zərbəsidir də Çox belə üzr deyək. istəyirəm. Mən ikinci oyunda o məqamda mən problem görmürəm çünki o heç kim Simeona heç nə eləmədi. Yəni, Simeon özü yıxıldı. Saliba Zərbəni edə bilmədi. Saliba, Çiyin məsələsi. Saliba bununla belə deyir, qardaş get vur. Gel. Yaxşı, orada o oyunda iki daha vacib epizod vardı. Birisi Məsələn. Griezmannın penaltısı. Hə, o ikinci Griezmann Griezmannın da tərtəmiz penaltı. Griezmannın penaltısı Ona tərtəmiz. hələ Ondan iki dənə əvvəlki penaltı o elədi. cərimə saydı da o. Hətta mən belə deyirdim, biz ümumiyyətlə həm var arxasında, həm streamlərdə belə epizodlar olanda hardasa hakimi də başa düşməyə çalışırıq ki, nəyə görə orada o epizodda sən penalti təyin etmədin və yaxud qırmızı vərəqə göstərməli. Amma bu epizodda hara fırladısa fırlat, mən tutmalım ki, bu niyə belə? Ondan əvvəlki epizodda Atletico Madridin oyunçusu belə bir ki, Arsenal oyunçu topu çıxardan zaman Sən Gabriel epizodunu hə, deyirsən. Mən başqa epizod deyirəm. o ayağından vuranı demirsən. Hə, başqa epizod, cərimə meydançasının sol tərəfində. Hə, sorry. O orada başa düşdümdür ki, ilk öncə Gabrieli yıxdılar deyənə penalti verilməli. Mən onlar cərimə də verim. Nəysə, hə. Nə, nəysə. Bir o məqam, ikinci məqam da niyə görə elə Atletico Madrid iştirak edirdi 4-1 final maçıda. Orada Sörlot'un epizodunda Eric Garcia səhv qırmızı vərəqə verdilər. Burada Atletico oyunçusuna vermədilər. Gyökeres üzərində olan o məsələyə görə. Mən sən deyirəm, Gyökeresdə son Orada gol nə idi? ümid Yaxşı. deyildi. Orada artıq başa düşürəm ki, yaxşı Griezmann burada penal vermədim. Yaxşı burada qırmızı verməyim. O söhbətdə. O birinci bu oyun oyunda idi. iki Biz dənə birinci ciddi, yəni hakim səhvi var idi. Amma hər iki tərəfə 1-1. Ona görə də bununla biz kiminsə 2-1 hərəm qalibiyyəti Simeone də var idi. 2-1. Yəni demək istəyirəm də, yəni burada plus Arsenal Atletico da elə futbol təbliğ edir ki, həm epizodda yada düşmür belə Gyökeres'in epizodundan savayı ikinci oyunda hardakı hesabı 2-0 edə bilərdi. Sənin sevdiyin arşiva var. Bir orada epizodu dedi ki penal var idi. O da Saliba Simeone'dir. İndi bir dənə söz deyim də sən. İndi o Takip var, çox da iki oyun qurtardı, 3 möhtəşəm gol, inanılmaz qarşıdurma. Bir də mənə maraqlı olan sizin fikriniz də. Artıq da 20 ildən sonra Arsenal Çempionlar Liqasının finalına çıxardı. Bu arada. Kimin nə vecinə Arsenal bura hansı yolla çıxır? Kimin yox, azkeşlərin nəvəcinə Arsenal azkeşləri və mən tamamilə Yəni orada statistik Abdulun onların oyunu bəyənmədiyinə görə artıq indi gələ fantastik futbol oynamalı. Qətiyyən. Mən bu başa düşmək istəyirəm. Yox, sadəcə onlar 20 ildən sonra nəticə qazanırsa o demək deyir ki, Abdul onların oyununu bəyənmədi. O Abdulun subjektiv fikirdir və mən bütün bu Yox, nəticə olaraq, yəni biz Nəticə olaraq bu sıfır yekunda problem. tənqid eləyə bilərik onu. nəticəyə görə yox. Məncə Amma oyunu Nəticə sən heç kim 3-4 ildən sonra heç kim yadına düşməyəcək ki, Arsenal hansı oyundan çıxdı finala. Əksinə bu futbolun gözəlliyi də odur ki, kimsə belə futbol təbliğ edir, kimsə PSG kimi futbol təbliğ edir. Sadəcə mənim subyektiv olaraq Abdul olaraq istəyim odur ki, finalda bu futbolu təbliğ edən komandanın məhfiləsindən getsin, qutardı getsin. qəşəng. Əgər Heç biz kim onu təbliğ eləməz. finalda onları potensial olaraq məhv edə biləcək komandaların görüşünə keçid eləyək, görək orada nə baş verdi. Məncə dünya bəşəriyyəti biraz da olsun bu futbol izləyən, Çempionlar Liqasını izləyən insanlara bir rəhm elədi və həqiqətən də PSG və Bavariyanı bir-biri ilə qarşılaşdırdı və biz mövsümün 2 ən fantastik oyununu izlədik. Mənim fikrimcə, istər birinci, yəni həm PSG, həm Bavariya bu iki oyunda göstərdi ki, biz bol qollu oyunu da maraqlı oyun göstərə bilirik. Oyunda 2 qol vurulanda da bu oyuna baxıb həzz almaq olur. Və hətta 1 qol da deyərdim, çünki oyunun əsas hissəsi hesab 1-0 idi.
PSG Bavariya, Bavariya PSG hər iki oyun, bu oyunlarla bağlı fikriniz kim nə gözləyirdi və bu gözləntilər özü doğrultdu mu? Fərman necəsən? İkinci oyunda mənim gözləntim Bavariya fanatlarının xoreografiyası qurmağı idi ki, fransızlar o cavab olsun. Yaxşıdır bu. Napoleona cavab olaraq Bavariyada var idi. Rammstein'ın mahnısına qoşmalılar bizdə. Amma elə eləyənmədilər. Hər hansı bir rəssam məsəl üçün Avstriyadan olan səbəblər hələ də araşdırılırdı. üstə daxil ola bilməyən bir rəssam haqqında hər hansı bir eləmədilər, onu görməyə gözləntilərimi qarşılamadı Bavariya. Bu qədər. Elvin elə bir ki, oyunun birinci dəqiqəsi Gördüm, mən söndürdüm, getdim, yatdım da. İlk öncə biz çox şanslıyıq ki, bu komanda Ay, üzülsəm, Tiflisdə göstərmirdilər axı, sağ olsunlar. Selçuk TV linkindən baxırdım, yəni. Bir daha bu möhtəşəm yayımın olmamasına görə təşəkkürümüzü bildiririk. Gəlin birinci oyundan danışaq. Çünki mən həqiqətən də bu iki oyunu birləşdirib danışmaq haqqında biraz Birinci oyun yerləşdirə bilmirəm. Birinci oyun Joystick səndə idi, yoxsa kimdə idi? PSG evdə 5-4 hesabına Bavariya neytral Azərkeş kimi çoxlu bol qollu oyunu görmək çox böyük bir həzz verir. 5-4 inanılmaz Hələ hesab. boşu yazanlar demiş. Tarixdə ilk dəfə ki, yarım finalda 9 qol vuruldu. Amma sırf taktiki cəhətdən baxan halda ikisinin də müdafiəsi bərbad vəziyyətdə idi. Bavariyanın müdafiəsi PSG-dən qat-qat 10 dəqiqə ikinci hissədə oynamadılar. 10 dəqiqədən plus üstə gəl və çıx. Üstə gəl çıx və kök altı ki. Bu çox deyirlər bazıda. Üstə gəl. Bu çox bilmirəm də qardaş. Deyir. Bu çox Kəmiyyət kateqoriyası. 10 dəqiqə. 10 dəqiqə Tanı itirdiyi, Tanı ümumiyyətcə itirdiyi həmin 10 dəqiqədə tapılmırdı Upamecano oyuna. Harasa gəlişirdilər. Sən birinci oyun deyirsən də? Bəli. İkinci hissən ilk 10 dəqiqəsi. Amma ki 5-2-dən müdafiəçini deyirsən, tapmırdıq ta deyirsən. Tanı itirdi, tapa bilmirdi. Diqqətlə deyir. 5-2-dən sonra mən Bavariyadan geri dönüş sözün açıqlığı gözləmirdim. Amma olmadı. Doğrudan da möhtəşəm geri dönüş elədilər və göstərdilər ki, Bavariya üçün öz meydança, səfər fərqi yoxdur. Onlar nə qədər istəyirlərsə gözəl oyunları nümayiş etdirirlər. Çox üzr istəyirəm. Rumeliga kartına Çox üzr istəyirəm. Yəni mən keçən onlar bir dənə o geri dönüş sözünə bir dənə müdaxilə edeyim. Geri dönüş elə 5-5 olsaydı, sadəcə olaraq fərqi azaltdılar. Oyuna görə də bildilər. 5-2-dən sonra 5-2 bitirsəydilər oyunu və gəlsəydilər Allianz Arenaya. Məncə orada heç danışıqlı söhbətimiz olmayacaqdı 5-2-dən. Amma 5-4 intriqanı saxladılar yenə də deyirəm. Və 90 üstə gəl 3-cü dəqiqə idi, yoxsa 4-cü dəqiqə idi. Boş qapıdan da müdafiəçi topu çıxartdı PSG-nin. O tərəfdə var. Neuerə salam deyirəm. Nə zərbə gəldi, qapısını hamısını buraxdı. Əlbəttə 3 qolu çox çətindir. Bu arada o məsələ 21-ci son 25 il ərzində Manuel Neuer ilk qapıçı idi ki, qapı istiqamətinə gedən 5 zərbənin 5-ini də buraxmışdı. Əlbəttə tam olaraq antirekorddur. 21-ci əsrin yaxşı qapıçısı. Bəli. Okay. Mən hardasa 2-3 qolla razılaşardım. Götürüləsi top deyildi heç biri. Amma bir qolun azından necə götürüləsi deyil? Məsələ sənsən. Birinci hansı qol götürüləsi idi? Bir dənə hardasa Neuer'in qapısı belə heç bir zərbə olub. Dembele'nin zərbəsi o görmürdü. Oyuncunun ayağının arasına keçdi. Yox, o görmürdü. Eynək. Orada normal oyuncu yaxın küncə vurmaz azından. O Dembele ilk özündən müsbət şəkildə Neuer də normal qapıçı deyil də, yəni. İndi normal oyuncu müsbət şəkildə dedim də. İndi pis mənada demədim. Hə, birinci oyun. Hə, çəksən qapıçı. Amma Kvaratskhelia möhtəşəm. Söz yox. Kvaratskhelia Azərbaycan torpağında böyüdü o. Fərqi yoxdur. Sən futbolun yoxdur. Amma ki, mən gözləmədiyim bir şey ki, Olise'nin Mendes'ə qarşı oynadığı oyun, birinci oyunda və Luis Diaz'ın oynadığı oyun 2-dən çox möhtəşəm. Belə deyim, cinah hücumlar, Dembele, Kvaratskhelia, Olise və Luis Diaz müdafiənin başını tam belə deyək də, məhv elədi də, kəsdi, tulladı. Elə bir müdafiəçi başlı stol kimi ancaq qaçırdılar. Oyuncuların da alacaq.
tam olaraq mən hesab edirəm ki, bizim bəxtimiz gətirdi ki, PSG və Bavariya yarımfinalda qarşılaşdılar ki, biz 2 dənə belə möhtəşəm oyunu gördük. Sadəcə elə ki, birinci oyunda birinci oyunda 9 gol oldu, ikinci oyunda 2 gol oldu. Bu da onu göstərir ki, komandalar əslində birinci oyunda bir-birini yoxlamaq niyyətinə çıxmışlar ki, həqiqətənmi həm Bavariya, həm PSG bu qardaş. yəni axıra kimi yarımfinala çatanda artıq finala bir addımlığında yenə də hər ikisi bu öz futbolunu təbliğ edəcək yoxsa yox və birinci oyunda həqiqətən hər ikisi maksimum hücum futbolunu təbliğ etməyə çalışdı. Sadəcə nə cəhətdən yekun nəticəyə əsasən finala PSG çıxdı. Əlbəttə ki, söhbət burada təcrübədən gedir. Çünki mən gördüm ki, ilk oyundan sonra belə möhtəşəm oyundan sonra komandalar desin ki, bir həftə sonra da eyni oyun oynayacağıq. Amma lakin Luis Enrique eyni futbol oynamadı. Bir time o futbol oynadı. Nəsə elə bizim o birinci oyunun aurasını verirdi, amma ikinci oyunun ikinci hissəsində Luis Enrique sübut elədi ki, mən müdafiə futboluna, elə müdafiə futbol oynayaram ki, yəni siz Arsenal Atletico'dan heç mənim yanımda danışmazsınız belə. Tam olaraq oyunun hər iki oyunda tempi idarə edən tərəf PSG idi. Hətta o xaotik birinci oyunda belə tempi idarə edən PSG idi. Yeganə məqam ikinci oyundan qabaq hər kəs fikirləşir ki, Hakimi məsələsi nə olacaq? Çünki Hakimi biz bilirik ki, total futbolçudur. Həm hücumda, həm müdafiədə öz effektivliyini verir. Zaire Emery onu necə əvəz edəcək? Kimdir orada Valverde, kimdir orada Sabaslayır, kim sığortalayacaq bu yetimi? Amma biz görürük ki, yəni komanda şəklində bunlar hamısı Zaire Emery'nin cinahını elə bağladılar ki, elə bağladılar deyək ki, düzdür, bir iki dəfə Luis Diaz onu sürüdü, amma belə ümumilikdən heç halbuki mən Babayla gözləyirdim ki, zəif nöqtəsi orada biz orada vuracağıq. Eləmirdilər, çalışırlar, belə yaydılar öz hücumunu və ilk öndə heç də qazanmadılar. Bir dənə Harikey'nin qolundan Ona Emery'nin qardaşı oldu deyib burada. Və Luis Enrique'nin out taktikası yəni inanılmaz bir şeydir. Biz hamımız oyun vaxtı ilə baxırdıq ki, ən ki bu Safonov çolaq da out olur topu. Sən demə Yazı statistikası körrəmir. Amma sən demə Olise tərəfə atırdılar ki, top Olise'nin yanından out'a çıxsın və Olise üzərində təzyiq olsun. Bu çox möhtəşəm bir gedişdir, gedişatdır və mən şokdayım. Və əlbəttə ki, Mendes də qeyd etməliyik. Balam inşallah Portuqaliyanın dünya çempionu eləyəcək. Mendes inanılmaz bir müdafiəçidir. Hardasa biz Paçun'a səhv saldıq, çünki Paçun'a ekranda tez-tez onu səhv saldıq. Çünki Paçun elə ki Mendes'in salmırdı da, Paçun bilə-bilə əlini bağlamışdı ki, opşi kadrda desə ki, mənəm qaqa, bax bu mənəm. Yəni kənddə o iri qardaşına oxşudur Mendes'in. Yəni yenə də Hə, Elvin. Mən çox üzr istəyirəm. 3 sentyabr 2025-ci ildə Var Arxasının ilk buraxılışında favoritlər haqqında danışıldı. Demişdi ki, PSG təzədən çempion liqasını qazanacaq. Bir dənə də oğlan var bu studiyada, demişdi ki, Bavariyadır da. Hal-hazırda biz PSG möhtəşəm qalibiyyətimiz. Necə? Hə, davay. Buyur. Hadi. Komandalar haqqında çox danışdınız. Mən daha çox məşqçilər haqqında, məncə bu oyunda, bu cütlükdə 2 oyun nəticəsində daha çox kompanyanın uduzmağıdır səbəb. Yəni bu insan birinci oyundan qabaq da sən artıq çempionsan və Bundesliga-da Mainz uduzursan deyənə buraxırsan ikinci hissədə bütün nə varsa, Luis Diaz, Harikey'in ki, mən Mainz udutsam mənəm padlodur bizim aləmdə. Yəni uduzdur, yəni də amma yenə də hər sənə padlo olmaz. Onu deyirəm. Yox, bu birinci oyundan. Birinci oyundan qabaq deyirəm. İkinci oyunda bir həftə içində 2 dəfə sən PSG ilə oynayırsan. Bu həftə arasında Heidenheim'dir da, yəni adı üstündə Heidenheim'dir. Sən buna uduzdun, onsuz çempionsan, neyinsən? Yazılar özə xal qazanmaq lazım idi onlara. Verdi 3 xalda. Bilsən ya, çünki Bavariya qansızdır. Belə qan yoxdur. Yəni cəhənnəm utusunda yəni də lazımdır. 5-0-dur. Götürdü gəldi ikinci hissədə, gəldi Olise, Diaz və onda da mən uşaqlara dedim ki, və bu yorğunçuluq axırda PSG-yə təsir edə bilər. Sən sən çempion olmusan da əl çək də bunlardan da. Və ikinci onun səhvi nədir ki, ikinci oyunda sən görürsən ki, Olise getmir də bu insanda oyunda. Nə bilim, alınmır da. İndi bunu bağlayıblar. Dəyiş də bunu da. Getmir də. Yəni axıra qədər dirəşməyimin adı deyib bu oldu da. Yəni mənim fikrimcə, yəni başlayacaqlar gəldi ki, sən kompaniyadan çox bilsən zət. Yəni fakt olaraq odur ki, mənim fikrimcə Musiala daha gözəl oyun göstərdi, daha keyfiyyətli oyun göstərdi. Sən onu sağa çəkib Musialanı çıxardıb Nicholas Jackson'ı buraxa bilərdin ki, hə, nəsə də yəni
ortaya Olisen çıxardı. Necə? Olisen çıxardı. Olisen çıxardıb. Hə. Yəni cəmi meydançasında çoxala bilmirdilər. Bir dənə Kane-lə alınmırdı. Kane-ə də bağlamır. Kane yetmə bir dənə moment oldu, onu da vurdu da yəni. Top klass hücumçunun əsas göstəricisi. Hə, yəni bir moment. Gedin bir bir baxın. epizod daha doğrusu, bir fürsət. Mən bir məqamda sən razıyam ki, Nicholas Jackson da sözü kəsəm üzr istəyirəm. Sən mən kəsdim, mən də kəsdim. Nicholas Jackson da götürüb çıxardı hücumçu Abi kimi. necə olacaq az-azında? Hüseynçi, nə bilim. Hüseynçi, nə bilim mən. Mənfi müsbət eyni şeydir lan. Nicholas Jackson da buraxıb yarım müdafiədə oynayırdı. Nicholas Jackson çıxanda meydanda mən əmin oldum ki, Bavariya Nicholas Jackson. hə, Jackson Azərbaycan dilində necə olacaq? Hə, məsələ ondadır Jack ki, oğlu. Jack oğlu. Kimsə Nicholas Jackson buraxır. Mebel şirkət adlı. Kimsə Nicholas Jackson buraxır, kimsə meydana buraxır məsələn Barkalyanı. O bir məqamlardan biri də ehtiyat oyunçular skamyası PSG-də qat-qat məncə Bir üstündür. dənə sual verim və icazənizlə mən CP-cimə daha doğrusu öz fikrimə keçim. Hər iki oyun və birinci oyundan və ikinci oyundan da ardıcıl olaraq danışacağam. Mən bir daha əmin oldum ki, PSG bilir ki, çempiondur. Birinci oyunda da belə oldu, ikinci oyunda da belə. Onlar bilirlər ki, onlar çempion olacaqlar. Və çox gözəl başa düşürlər ki, heç bir komanda onların qabağında dura bilməz. Ona görə də özlərini maksimal dərəcədə elə bir ki, çətin vəziyyətə salırlar ki, görək bu vəziyyətdə biz nə edə bilərik. Mən birinci oyunda 5-2-dən sonra bu komandanın qəti surətdə 1 dəqiqə olsun belə təlaş içində olduğunu görmədim. Mümkünsüz, yəni ən belə gənc oyuncusundan Mayludan tutmuş, Marquinhos kimi heç kimin yaxından uzaq Sədərək bazarında satılan qozuna qədər də deyil idi ki, bu oyunda hesab bax belə olacaq, yoxsa belə olmayacaq. Kilosu 5 manat. Bu bir. İkinci məsələ ondan ibarətdir ki, ilk oyunda 5-2-dən sonra elə bir ki, verilən oyunu Bavariya görə Bavariya maksimum olaraq nəyini göstərəcək? Mən əminliklə deyə bilərəm ki, mən əgər bir baş məşqçi ikinci oyunda Safonova Olisenin istiqamətində outları göndər, onu gərginlik altında saxlayaraq ideyasına malik olan baş məşqçi rahat şəkildə deyə bilər ki, 5-2 qabaqdaya gəl, yoxlaya görə bunlar 2-3 qol bizə vura biləcəklər, yoxsa yox. Ondan sonra görə ki, bunların maksimum nədir və cavab oyunda bunu hazırlayaq. Çünki bir dənə fikir verin, birinci oyunda hər şey qıran məsələlərdən biri Olisenin qəflətən sağ cinahdan mərkəzə gəlməyi oldu. Targovi. Yox, mərkəz neyron hüceyrələrinin mərkəzində bir dənə Sağdan mərkəz, portu, yəni Olisenin əslində Olisenin bu mərkəzə gəlib də o qolu vurması biraz elə bir ki, PSG-ni ya çaşdırdı, ya ona gözləmirdilər də. Çünki nə it hazırda bunun ortada və heç kim gözləmirdi ki, Olise mərkəzə gələcək. Biraz Safondu quşu olurdu əlbəttə ki, amma bu qoldan sonra vəssalam, əla. Deməli, əgər sağdan oyun getmirsə, Olise mərkəzə gedir. Onu öpürəm, bacaracaqsan, problem dörməliyim, salam əleykum. Olise ikinci oyunda harda olmağından asılı olmayaraq bütün oyunu Mendes'in cibindən izlədi. Bütün oyunu. Tam olaraq yoxlama oyunu idi birinci oyun. Ən azından yəni Olisenin iki tərəfindən onu deyə bilərəm ki, yoxlayırdı. Bir dənə və çox vacib bir məqamda o birinci oyun, ikinci oyunda 3-cü dəqiqədə vurulan qol. Bir dənə həmin o stop kadrı qapının arxasından çəkilən stop kadrdır o. Bavariya bütün heyəti ilə PSG-nin meydanındaydı. Ona aid olan meydan kənarındadır. 2 ötürməyə Kviçe ilə Joao Neves Kviçəni təkbədək çarpdı. Kvaratskhelia qəbul elədi, çöndü, verdi. Joao Neves qayıtdı və salam. Bütün müdafiə xətti mərkəzin o bir tərəfində idi. Heç bir futbolçu Upamecano ilə ta bir-birinə vursan, kuba qaldırsan və s. belə axır Kviçe Kvaratskhelia'nın bu sezondakı olan, bu mövsümdə olan sürəti və bacarığına çata bilməz. Və sən bu PSG-yə qarşı bu boyda zona verirsənsə, sənin finalda oynamağa ixtiyarın yoxdur. Bir dənə o hücum bütün, yəni kompaniyinin üzərindən sadəcə olaraq bir dənə xətt çəkdi. Və o qol vurulandan sonra PSG dedi ki, indi oynayın. Nə qədər ürəyi istəyir oynayın. Və Bavariyanın edə biləcəyi istənilən addıma qarşı Luis Enrique'nin cavabı var idi. İstənilən. Lazım olan məqamlarda gördü ki, misal üçün sağ cinahda Doué'nin oyuna alınmadı, Doué ilə Dembele yerlərini dəyişdi, Kvaratskhelia ilə dəyişdi, Kvaratskhelia girdi yuxarı, Joao Neves qalxırdı, Fabian Ruiz cinahlara düşürdü. Fabian Ruiz eyni oyun əsnasında bu Federico Valverde'nin Carvajal'a qarşı elədiklərini eləyirdi. Başa düşdün, orta, sağ cinahın ortası yuxarıda sağ cinahdan Doué'yə də kömək eləyirdi. Bu komanda
bu komanda. Kim nə deyir desin, kim nə istəyir arqument gətirsin, çempion olmasa əgər, düz futboldur, hər şey ola bilər, amma bu komanda çempion olmasa əgər, mən yəqin ki, futboldan heç nə anlamam. Sadəcə bir məqam var ki, nəyə görə Bavariya uduzdu məsələsində biraz da onu bir yaxından danışaq. Təbliğat məsələsi. Kim hansı futbolu təbliğat eləyirdi və kim nə təbliğat etməyi bacarırdı? Bavariya gözəl futbol təbliğ eləyir, söhbət ondan Amma bir dənə onu təbliğ edə uduzdu. Sadəcə iki komanda möhtəşəm. Bir futbol növü təbliğ edə uduzdu. Daha universal olan, daha o təcrübədir. Təcrübədir söz təcrübə. Orada fərq olur ki, heyət fərqi də var ki. PSG-nin heyəti həm müdafiə, həm kontra əks hücum, həm total futbol, həm hücum futbolu oynaya biləcək bir heyəti var. Bavariyanın isə ancaq hücum və pressing oynayan heyəti var. Nə Jonathan Tah, nə Laimer, nə Stanisic, nə Upamecano 90 dəqiqə PSG kimi müdafiədə oynaya bilməz. Çünki onlar bacarmayacaq o oyunu. Mən səndən hardasa razıyam, hardasa yox. Luis Enrique kampaniyayı təcrübəsi ilə tapdaladı, bir mənalı. Olise ikinci oyunda yox idi. Və Elvin sözünə qüvvət ki, oyun getmirsə, əvəzdə mən razıyam, Olise girməyəcək də, belə deyək də, daha zəif oyunçu girəcək. Amma ki, yeni bir nəfəs, yeni bir ideya. O bəlkə məsələn Musiala öz oyunu gedirdi. Musiala pis də oynamırdı. Möhtəşəm idi. Məncə də heyətdən yaxşısı o idi. Amma ki görürsən. Laimer da pis deyildi. Bu Laimer da qarşı Pavlovic də hər yerdə görsən çalışırdı nəsə eləsin. Amma ki görürsən getmir. Luis Diaz da gedir. Zaire Emery olmağı Luis Diaz üçün daha pis idi. Nəinki Hakimin olmağı. Çünki birinci oyun görsək ki, Hakimi hücuma gedirdi. Hardasa Marquinhos və Marquinhos. Zaire belə bir ki, deyirdi ki, bir dənə altı vurma məsələsi. O müdafiə və ondan başqa Marquinhos personal olaraq hara Luis Diaz mən oyuna fikir mərkəzəcən gedirdi. Marquinhos mərkəzəcən onu da alacan qaçırdı. Personal olaraq Luis Diaz'ı söndürdü. Onun əvvəlində hiss olundu ki, oyunçular bir tək-tək bölündü, hamısı cüt şəkildə. Bir dənə Laimer boş qalmışdı. Məcbur tək adam idi ki, meydanda zonanı bağlayırdı. Sadəcə biz bir-iki podkastdan qabaq deyəndə ki, deyəsən Real Bavariya maçlarından əvvəl ki, bu koeffisiyent gəldi də. Mən dedim də bu mümkünatı deyil, yoxdur da ki, bu Real Madrid sözünü çəkməsin də burada. Gör hara fırladıram da. İndi söhbət Real Madriddən getmir. Söhbət Bavariyanın cinahlarda oynayan dayaq yarım müdafiəçilərdən söhbət gedir ki, onların da orada meydanda bu vəziyyətə çıxış etməsi onu göstərir ki, yəni Alfonso Davies əvəzləmədən buraxırsan, start heyətdən buraxmırsansa, sənin heyətdən ciddi olmasında problemlərin var. Və PSG qarşı sən bu futbolda, yəni qalib ola bilməzsən. Bir dənə sual. Mövsümün əvvəlində bu mən də deyəcəm bu məsələ niyə belə çıxır ki, amma yenə də bu Karl var idi, bu çıxdı oyuna ikinci oyunda. Zədədən sonra birinci oyuna çıxdı. Birinci oyuna çıxdı meydana. Musiala mən risk eləyərdim sözünü açıq. Yəni də, sən gələcək nədir? Çıxdı ya, bax çıxdı. Harda çıxarsa? Musiala çoxdan vəziyyətməyə lazım. Çünki məncə Musiala sən mən Musiala vəziyyətməzdim. Yox, bilsən məsələ nədədir? Kompaniya bax, Luis Enrique'dən fərqi ondan ibarətdir ki, məsəl üçün onun ya kim idi orada qayda edən ki, daha kreativ hücum kimdə idi? Bavariyada idi ki, bax sən idin. Gördük də, yəni kreativ və qardaş hücum kreativ deyirsən. Deyil. Niyə görə? Çünki ən azından mənə elə gəlir ki, oyun əsnasının Olise ilə Musialanın yerləri dəyişsəydi belə hücum 10-15 dəqiqəlik. Bəlkə bu hansısa bir nəticə verə bilərdi. Və Musiala çox amma dəyişmirdi. Yəni bu futbolçular statik olaraq öz mövqelərində qalırdılar. O kreativlik odur ki, sənə qarşı sən variativdən danışsa, özün variativ yox da var. Sən keçən də özün dedin ki, variativ olaraq PSG və səninlə də mən razıyam. Kreativ olaraq PSG. Mən onda dedim ki, hə, kreativ, variativ özün dedin ki, başqa şeylərdir, yerlərini dəyişə bilərlər. Burada da yox, elə idi. Burada da məşqçi rol oynadı. Sən durmalar. Mən burada o zaman demək istəyirdi. Yox, oyundan əvvəl dedim ki, ümumiyyətlə də mövsüm olaraq bu komandalara görə, hücuma görə, mənə görə hücumda bunlar daha kreativ idi. Daha çox vurublar. Söhbət ondan getmir. Luis Diaz'dır, Olise'dir, Kane'dir. Bunlar fərqli bilirsiniz necə? Yəni Kane Lojna Devyatkanı oynaya bilir və 9 nömrə kimi də oynaya bilir. Burada amma PSG-də ancaq Dembele yalancı, ona icazə versin.
Orada amma oynayan yoxdur məsəl ki. Yaxşı, Kane-in birinci oyunda 4-cü qol ötürməsi nə idi? Şedevr demək olmaz. O Kane-in fərdi ustalığıdır və mən fərdi olaraq razıyam ki, onlar hər biri hər şeyi bacara bilər, amma komanda şəklində olaraq Bavariyanın hücumu hücumundan kreativ deyil nəyə görə? Sən Tamerlan kimi danışırsan, komanda deyirdi o da. Mən hücum Necə? sırf hücum olaraq deyirdim. Mağazı, понимаешь? Yaxşı, indi mən başqa bir sual. Mən ikinci oyunun birinci hissəsində mən belə gördüm ki, baş hakim oyunun tempinə çatdırmır. Onu deyəcəkdi. Heç Atletico Arsenal danışdıqsa hakimlər cəhətdən gəlin Bavariya PSG oyunun birinci oyununa danışsaq, hakim pik, super bravo. Birinci oyunda mən daha yox, 2 dənə səhvini deyərəm sizə. Birincisi penalti düzgün verilmədi. Sən kimsən, nə bilirsən? Luis Diaz orada penal yox idi. Yeri gəlsə, o parçanın ayağının üstə çıxmışdı. Dərin söhbət eləsək və Davisin əlinə getmək lazım Davisin əlinə bədənindən dəyən top idi. O da var. Yox, amma əlini çıxartdı. Yox, çıxartsın da bədənindən istəyirsən, biri var əlini çıxardı. Başa düşün, bədəndən gedən top deyilirdi ona. O qaydalarda, birincisi o qaydalar faktiki olaraq demir ki, belə eləməlisən, belə eləməlisən. Çünki realistik vəziyyətdə bilmirsən də hansı vəziyyətə düşəsən də real həyatda. Orada məsləhət formasında verir o qaydalar. Virtual həyatda orada məsləhət formasında qeyd olunub ki, sən elə bir vəziyyətə düşə bilərsən ki, kağız üzərində yazılan sən vəziyyətə uyğun olmaya bilər. Orada məsləhəti və məncə əsas problem ondan ibarət ki, o cəmaət var bezilir. Siz də deyir, hər dəfə hər oyunda bir dənə qayda çıxarırsınız, elə bilir bədəni genişləndirdi, aynı bilir bədəndən gəldi ələ dəydi. Qardaş, çünki bu qaydalar ümumiyyətlə onlar çoxdur, onlar məsləhət formasındadır və onlar UEFA, FIFA və bu qurumları və bu qurumların tərkibində olan hakimləri qorumaq niyyəti ilə yazılır. Qayda nə vaxt da məsləhət olur? Qaydadır. Yox, qaydadır, amma orada məsləhət. Burada mənə ki, sən futbolçusan. Yox, nə məsləhət? Çünki qaydalar bu punktlar var. Bunlar hamısı recommendations kimi gedir. Yəni məsləhət yönündə gedir. Yəni düşə biləcəyi vəziyyətdən asılı olaraq sən bax bu punktlara əsasən bu qərarı verə bilərsən. Bilərsən. Verməlisən deyilən şey yoxdur. Amma bədəndən gedən topa harda görünüb ki, normal çempionatlardan söhbət gedir. Digər tərəfdən o bir punktdur. O bir punkt onu deyir ki, bədəndən gəlirsə bu penalti deyil. Digər punkt yazır ki, sən əli bir topun qabağına çıxardırsansa, sən bədənini genişləndirirsən. Yəni söhbət ondan gedir ki, bu qaydalar azərkeşləri və futbol komandalarını müdafiə etmək üçün deyil, hakimləri müdafiə etmək üçün ki, əgər məsəl üçün birisi hər oyundan sonra məsəl üçün Barcelona Atletico Madriddən sonra Barcelona UEFA-ya şikayət yönləndirdi. Bax UEFA-ya rəsmi gələn şikayətlərin qarşısını almaq məqsədi ilə o sənə deyir ki, 4-cü punkt axı belə yazıb. UEFA da qayıqdadır Barcelona ki, 8-ci punkta görə bu belə. Barcelona yeridir bu dəqiqə. Mən söhbət edə Barcelona yoxdur. Mən o kitabı oxumuşam qardaş. Orada yazılıb ki, hakimin kayfından asılıdır. Mən ona razıyam. Bax elə dedim hə. Nəyə görə deyirəm? Hər dəfə əllə oynur, yeni bir dənə punkt çıxır. Məsləhət Pro Max, məsləhət Pro 8-ci, 9-cu bəs türündə qurban olub. Yəni o ikinci oyundakı topu uzaqlaşdıranda onlar əlinə oynamaq. O tut, onda bu tərəfə at. Yox. Məsələn, o şeydə onda topu tutub out atsın. Yəni pasajə out. Bu belə ehtimal yoxsa söhbət. Ha qardaşım, indi bir dəqiqə. O demirsən top gələn zaman bu bədən genişlənir. Burada nə elədi? Balacalaşdırdı. Burada da genişlənir. Məsələn, bir punkt deyir ki, genişlənir, digər punkt isə deyir ki, komanda yoldaşına gələn top əgər sənin əlin orada olmasaydı, meydanın mərkəzində uçurdursa, bu penalti deyil. Çünki təhlükə yaradılmır ortada. Bəlkə təhlükə yaratırsa. Bəlkə də o başqa söhbət. Davis qapıya gedirdi. Davis qapıya gedirdi, yox, qapı istiqamətinə yönəldən paralel gedirdi. Vitiniyədə topu çıxardan. Top kimin əlində? Jona Veja. Vitiniyə topu hara göndərərdi? Mərkəzə göndərsə əli olmasa mən o qaydanı müdafiə edirəm. Mənə görə ən zoru əvvəlki idi. Sıxıldı ya sıxıldı deyil. Amma indi bu qəbulləmək lazım ki, qaydan belə deyil. Orada yox idi, deyirdi ki, şeydir, hakim görmədi də, yəni var da yox idi. İndi var da var. Üzr istəyirəm. Mən səni başa düşürəm. Amma sən axı mən belə başa düşürəm, neytral azarkeşdən də bu Bavariya maçında da əgər hakim çıxıb hər hakimi müdafiə eləyəcək bir punkt varsa, qutarıb getir demə hakim. Yaxşı, indi baba hakimi sən fakt. Bəs mən də onu deyirəm. Hakim əlinə top dəydi. Marjada dəyirdi top. Birinci dəyib hara?
Yox, indi söhbət onu qoy qıra. O bilirsiniz də, yəni Olaymer da əl saxladı. O da Çünki Olaymer epizoddan sonra əlini topu vurdu ki, epizoddan sonra görə Epizoddan sonra saxlamadı. oldu. Çox üzr istəyirəm. Bax bu mən bunu şərhlərdə də oxudum. Hesab altında da. Canlı yayın vaxtında da oldu. Hakim hesabına və s. Bax, yəni siz də oradan da fikirləşirsiniz ki, hesabına deyildi. hakim səhvləri Yox, sadəcə olmasa. epizodlarımız Mən var. yox, bilirəm, Niyə yəni Algil Emquliyev girdin? yox, sadəcə arada biraz bilirsiniz necədir uşaq. Yalnız benim. 10 dənə belə səhv olsa da fərqi yoxdur. Mən sadəcə başa düşmürəm ki, qlobal olaraq nə dəyişəcəkdir? Qlobal Zaten olacaq. Osda biz meydanda hansı komandanın finalda oynayacağını başa düşürük. Yox. Sən deməksən ki, Tamam, 5-2 olar. Luis Enrique Lomdur ki, qaqa sən gəl mənim üçündə vur. 5-5 ilə mən gedim Allianz. Afora verirəm da qaqa. Belə şey yoxdur ya Ələkbər. Ona kimə düşsün sənə gülər. Amma Luis Enrique o adam oldu ki, o dedi bayağı. Amma sənin bəli, bu da bir. Amma sənin sözünə təqsim olaraq deyim, məhz Luis Enrique elə elədi ki, bu oyun ilkində 5-4 yox, cavab matçı 1-1. Bəli. Çünki o başa düşdü ki, risk altında O otur başqa yenə şeydir. Borşu üst oynamaq Yox, olmaz. o başqa şeydir. O Mən risklər Liverpool-la oyunda da demişdim ki, PSG bəli 2-0 öz meydançasında utdu. Gəldi Liverpool-la topu verdi Liverpool-a. Dedi necə istəyirsən oyna, mən müdafiədə oturacağam. O başqa söhbətdir. No, mən əgər mənim komandam 5-2 udursa, mən deməyə bilmərəm, axır ikisini də buraxım, maraq yarar. Olmaz da qardaş. Maraqdan yaranmır. Sən məndən avtofanın dibi ilə qulaq asırsan. Sən Mən sənə deyirəm ki, ay kişi, mən sənə deyirəm ki, bu komanda o qədər özündən əmindir. Bir dənə aç da bu Bavaria ilə əminlik yoxdur, yoxuz. Bavaria ilə oyunda PSG-də əminlik yox idi. Yox idi birinci. Yox idi. 5 şərtdə yox idi. Sağ tərəfin getdiyi razılaşdırma. 100% mən əminəm ki, hansısa paralel kainatda bu oyunun yayımı gedib və həmin o paralel kainatda Fərman oyunu orada izləyir. Əminlik bilsən nədir? Yenə deyirəm, heç bir yerinə də deyildi ki, nə baş verdi orada. Bir sənə görə Fərman bir sənə istinad edir. 5-4 hesabı PSG olacaq. şeyxinə də deyir. Nəyə istinad edir Fərman? Hesab 5-4 olanda Marquinhos dəsə topu boş qapıdan çıxardı. Amma bir dəqiqə sonra Mayolu elə bir ki, topu qapıya göndərdi. O da qol ola bilərdi. PSG konkret olaraq deyirdi ki, bu Braziliyanın söhbəti idi. Siz bizə nə qədər bacarsınız burasınız. Biz isə sizə Sən nə qədər dedin, istəsək əgər olsa ki, PSG heç vecinədə olmaz, o ikinci oyunda da açıq futbol oynayarlar. Məncə Yox, PSG bir sən niyə görə vecin dedi? Çünki bütün oyun PSG-nin istədiyi kimi davam edirdi. Başa düşürəm. Sənin ən fantastik Bundesliga tarixində bütün rekordlara vurulan üçlüyün Luis Diaz'ın 20 dəqiqəlik performansından ibarət idi. Vəssalam. Bunu ilə ikinci oyun bəli. Mən yenə əsas məqam da ikinci oyun oldu. Amma ki sən deyə bilməzsən vecinə də deyil. Vecinə də deyil oyun. Çox rahat idi. Yox. Vecinə də Mən Könüllü'nün müəllim, bizim zəhmət olmasa bugünkü oyunun rejissoru, əgər PSG-nin bugünkü buraxmışının rejissoru, əgər PSG Mandraşında etsə bir dənə mənə zəhmət olsa bir Çox mandrajdır. Yox idi da. Mandrajdan söhbət. Bavariyada mandraj başladı ikinci hissədə. Məncə bir sənə söhbəti o var video Liverpool qələbə, Mönchengladbach qələbə. Amma biz bir sözü fərqli şəkildə qəbul edirsiniz. Vecdə demir, istəmir. Bavariyada demək istəyir ki, yəni vecimə deyil, mən sənə məhv eləyəcəm. Bavariyada. Amma Bavariyada Nədən əmindir? İkinci oyunda mən sənə deyirəm. Bavariya birinci hissədə əmin idisə ki, gol vura biləcək 1-1-0-dan. İkinci hissədə o əminlik itdi onda. Bu arada bir dəqiqə, bir dənə stop, bir dənə. Neuer nə qədər seyv elədi dünən? Doğrudan da çox. Neuer neçədə nə qol biz orada qarşısına aldı? İkinci hissədə Bavariyada əminlik itdi. Qardaş, birinci hissədə nə qədər epizod var idi? Nəysə. Birinci hissədə Mən demək istəyirəm ki, orada hakim səhvi olsaydı belə. Podkastdan əvvəl söz verdik ki, heç kəsin sözünü kəsməyəcək. Yoxdur da axırda var. 55-ci buraxılışımızda bunu hər zaman. Ya amma doğrudan PSG layiq idi. Fərqi yox idi. Kim çıxsaydı ikisi də layiq. Hər ikisi layiq idi, hə. Mən bu oyunu yenə də təkrarlayacağam. Arsenalın yerinə finalda Bavariya PSG-ni görmək istəyərdim. İkisi də necə? Finalda PSG Bavariya oyunu görmək istəyərdi. Üçüncü hissədə elə bir, üçüncü pərdə. Bir Burada qısaca heyfsləndim ki, futbol, basketbol, bu arada futbol, basketbol qaydalarından İndiki finala baxanda mən çox xoşbəxtəm ki, futbol, basketbol seriyası ilə gedir. Çünki PSG Arsenal oyunu mən bir dəfə baxmağa bəsdir. PSG görə baxmağa dəyər. Sadəcə sual yanında finalda kim hansı futbolunu rəqibə təbliğ edə biləcək? Bu məsələ bir dənə sual təkrarlasam. İndi sağ tərəfdən qışqırıqlar gələcək. Kim öz futbol? Mən amma inanıram Arsenala.
İnana bilərsən, biz qələbədən danışırıq. Uşaqlar, Mənə görə bura qardaş. Brat deyə bilərəm, rus dilində danışa bilərəm də getdik. Şamans. Patriot Uşaqlar, mən Sən sarımısan məni. Ay kişi. Gözləyin. Arteta. Nəyinə inanırsan? Artetasına bura. Sən can qulağın bas. sən bilirsən də PSG finalda. Abi bağışla. Sən bilirsən də. Sakayla. Mans, sən bilirsən də finalda Raisi bağlasalar ki, çox güman yəqin ki, bağlayarlar. Hətta mən bu sən artıq nə fikirləşirəm? Raisi Luis Enrique mırta. Ciğer axşamı zatdı bura. Luis Enrique mırta Raisi açıq saxlayacaq ki, yeganə bir dənə o yetimə top ötürürlər ki, hücum eləsin də, yəni hücum inkişaf eləsin də. Amma boşluqla baxın nə qaracaqlar. O söhbət olacaq. Alta vuracaq. Söhbət bizə bağışlayır sözü kəsirəm. Bu alta vuracaq ki, görüm Arsenal nə göstərir. Arsenal bağışlamayacaq altı. Deyəcək, o da altdan ona altı atacaq ki, sən oyna. Məncə o qədər PSG əmin olacaq ki, özündən topu birbaşa Uqlavoya vuracaq. Deyəcək qaldırın Uqlavoyu. Elə olsa, ələklər onda düzdür. Bir dənə söz deyəcəm, sonra ekspert qoy danışsın. Biz hamını təriflədik, pislədik PSG Bavariya oyununda. Ən əsas oyunçunu ikinci oyunda Pacho möhtəşəm oyun keçirdi. Super oyun oynadı və mən Pacho ilə Marquinhos qarabaqara izləyirdi əgər Luis Diaz. Amma Pacho bütün müdafiəni belə də dayağı idi və inanılmaz oynadı. Amma sənə bir dənə söz deyim. PSG futbolçular özü də deyir ki, Marquinhos meydanda olanda hamıya elə bir ki, +1 gəlir. O yox, o öz yerində liderdir də, mental olaraq. Amma Arsenal biz qardaş yox da. Ağın çıxartmadı. Üçün rahat vuracaqlar. Prosta Inter vəziyyətdən sala bilməyəcəklər, amma Dəydi də, bir yenə Interə dəydi də. Biz bunun Atletico Arsenal müzakirəsi zamanı qeyd etmədik. İkinci oyunun ikinci hissəsi başlayanda mandraj var deyə Azərbaycanda. Yoxsa mandrajda təlaş içində idi ki, Atletico Madridin hücum heyəti və ümumiyyətlə komandası ikinci oyunda hansı ki, yəni o istəyi göstərmədi də, bu Arsenal müdafiəsi monolit güya ki, Arsenal müdafiəsi mandraja salırdı. Salmamışdı bəlkə. Gabriel'in epizodu, hansı ki Gabriel, o deyirsən, Simeone qapısına keçdi. Hardan başladı o məqam? Gabriel'in ötürməsindən başladı. Sən demək istəyirsən ki, bu Atletico Madrid hansı ki 10 dəqiqə gəlib mandraja saldı bu komandanı, PSG sala bilməyəcək. Mən deyirsən, o deyir. Sən də üzr başladın. Yox. Yox. Arsenalın finalda PSG-yə qarşı yeganə üstünlüyü var. It's a big day. O heç. Qapıçı. Vəssalam. Heç o üstünlüyü. Yox, ağ eləmə. Onlar biz oyunu sonra müzakirə eləyərik. Yox, 100%. Sadəcə olaraq indi söhbət gəlib də, yəni bir dənə üstünlüyü var, o da David Raya. Vəssalam. Yəni Safonov gəlin etmə bilə ki, o qədər də güvən verən qapıcı deyil. Amma taktiki cəhətdən Luis Enrique bütün taktiki cəhətdən söhbət öyle. O ağzı nədir? Güclə bəlanla gəlib düşüb heyətən bu vəziyyətin ortasında çox olsun ki, Avropa klubunda bir nömrə oynayır. Məsələn, sən ona deyirlər ki, bütün oyun topu Keyinə qoy, Keyin sən qovursa onu da eləyəcək də. Qardaş, onun variantı yoxdur. Sual, PSG dinastiya komandası yoxsa yox? Sülalə komandası yoxsa yox? Öyrətmişəm. Sülalə yoxsa 100%. Və heç bir dəyişiklik olmasa, bu komanda Arsenal məğlub edəndən sonra bir dənə çempionat qazana bilər. Ki məğlub etməyəcək. Bəli. Onu da uşaqlar artıq bilirsiniz də, yəni bizim var arxası verişli sütunu olaraq kimsə yəni quşlamalıdır o oyun hesabı ilə bağlı. Sağ olsun bu dəfə bu məsuliyyəti mövsümün ən vacib oyununda elimin öz üzərinə götürüb. Yəni finaldan sonra mənli idi. Finaldan sonra Elvinli idi. Fərman lavaşlı yeyim. Məncə Fərman Bavariya nəhayət ki uzaqlaşandan sonra çempionat qasında Fərman Rövsə də məncə lavaşa keçdi. Ələkbər müəllim, məncə dolğun və maraqlı bir buraxılış oldu. Nə fikirləşirsiniz bu haqda? Özü aparıcı kimi aparmıyor burada. Vururlar sənin vəzifədən. Arsenalın şansı var sözünə görə pis deyildi, amma ondan sonra şansı var yoxsa Arsenal çempiondur. Premier Liqada 100%. Bunu aparıb Tolun zibiliyə ki. 100%. Amma bunu üçümüz dördümüz qaldırıb ata bilərik zibiliyə. Dili çöndürür. Çox sağ ol. Gedin, hamı çıxın gedin. Ayın 30'u burada final olmayacaq.
Yaxşı, gizləməyin. Streamə mən kommentlərdə yazdım sizə. Hə. Yazırsın. Hər Arsenal vurandan sonra. 100%. Yazın. Yəni artıq hər dəfə 50 vurandan sonra. Bu arada Big Big Day-lə 10 yanvarın otuşturma olaraq streamdə. It's a big day. Luis Enrique Kataloniya Belə bu qədər çox danışdıq, mənasız danışdıq. Amma yenə də özünüzdən məqalarınızdan müğayət olun. Bu arada uşaqlar. Elvin işlə bizim yaxınımız deyil ha. Biz müğayət olmuruq yəni biraz. Biz müğayət deyilik ona. İşinizdə olun uşaqlar. Bu arada bizim kanal artıq 50.000 izləyici göstəricinə çatdı. Bu münasibətlə bütün Ali Futbol komandasını təbrik edirik. Bizi izləyin, bizdən qalın. Qabaqdan Çempionlar Liqasının finalı və daha sonra Necə də yaraşır Elvinə Real Michael Özüdür bura. və əlbəttə ki, Çempionlar Liqasının finalından sonra bizi çox uzun və yuxusuz dünya çempionatı gözləyir və bununla bağlı təbii ki, Mən o sabah layihələr də olsun, hər şey yaxşı olacaq. Nəsə çox danışdıq. Əsas odur ki, özünüzdən və yaxınlarınızdan müğayət olun. Sizdən mən idim Ali, Elvin, Abdul və Bavariyadır. Sağ olun, salamat qalın. Bavariya zadə.